Heç bilmədik bu 12 ay necə gəlib keçdi. Həm sevincli, həm kədərli anlar yaşadıq. Amma həyatın yazılmamış qanunları var, belə ki, həyat davam edir. Nə yaxşı ki, bu illə vidalaşıb yeni ili qarşılamağa bizə qismət oldu. Qoy bu ildə hamımız at kimi enerjili və həyatsevər olaq. Ramal, sən nəsə demək istəyirsən? Buyur. Biz bu günləri zıp paketdə patlatacağıq 8 dənə. 607 və A5. Bir dəfə tərtibim işin olmasın. Tamam. Ən əsası odur ki, biz yeni ili çox sevinclə qeyd edirik. Buradan üzümü subay insanlara tutub ürəkdən diləyirəm ki, qoy bu o qırmızı, odlu alovlu at ilində subay xanımlara atın üstündə bir şahzadə, subay bəylərə isə atın üstündə bir prinsessa gəlsin. Yeni iliniz mübarək.